Yenə bir bəhanə tapdılar, qaldıq həsrət ətə. Yenə bir bəhanə tapdılar, qaldıq həsrət ətə. Güya hər gün yeyirdik, öyrəşmişdik dəhşət ətə. Heç olmasa əvvəllər ayda bir kəz nuş edirdi, əlçatmaz zirvə kimi baxır indi millət ətə. O qədər ət yedik ki, səpdi bütün bədənimiz. Güya bizi düşünür, zapret qoydu dövlət ətə. Yapçılar gördü millət duyuq düşüb oğurluğa. Yapçılar gördü millət duyuq düşüb oğurluğa. Dabağı çıxartdılar, çevirdilər diqqət ətə. Sağ olsun hökumət ki, çıxdı neftin axırına. Sağ olsun hökumət ki, çıxdı neftin axırına. Bundan sonra deyərik qara qızıl sərvət ətə. Avropa həyatını yaşatdı yap bizə. İndi qonaq edir xaricdən gətirdiyi qürbət ətə. Baba Pünhan yazmışdı, yap əlində kotlet gedir. Sağ olsaydı həsr edərdi bir neçə kuplet ətə. Yeməkdən toyuq budu, bugün sabah qaqqıldarıq. Çıxar xalqın pipiyi qovuşmadan əlbət ətə. Hökumət ortalıqda ötdürür öz həkimlərin, ət ziyandır deyərək yaradıbdı nifrət ətə. Yaxşı ki, restoranı xaricdədir, burada olsa inanın həsrət qalar hətta bizdə nüsrət ətə. Ölürəm süni yemi qatanda mal yemlərinə. Bu verir inanılmaz, unudulmaz ləzzət ətə. Əlimdə ət ilə girdim evə ki, mən gəlmişəm. Bilmədim mənə baxsın, yoxsa baxsın külfət ətə. Elçinəm, gül kimi kartof pişirib edirdim nuş. Bilmirəm hardan fırlandı gəldi bu söhbət ətə. Bilmirəm hardan fırlandı gəldi bu söhbət ətə.